Deməli, dərsimizin əsas məzmunu nədən ibarətdir? Dövlət standartlarının da tərkib hissəsində demişdik ki, məktəb-valideyn əlaqələri, müəllimin ünsiyyəti, bir də əməkdaşlıq barədə. Burada müəllimin ünsiyyətinin tərkib hissəsinə yalnız müəllim, uşaq yox, müəllim-valideyn münasibətləri də daxildir. Yəni, biz bu dərsdə hər bir müəllimin ünsiyyət qurarkən nələrə diqqət etməlidir? Ünsiyyəti necə zənginləşdirməlidir? Ünsiyyətin hansı formaları var, onu təhlil edəcəyik. Ümumilikdə ünsiyyətin 3 forması var. İşçi ünsiyyət forması var, idraki ünsiyyət forması var, şəxsi ünsiyyət forması var. Deməli, bunu kim həyata keçirir? Mən. Ünsiyyət və əməkdaşlıq qurarkən uşaqlara qarşı sevgi ilə yanaşıram, hörmətlə yanaşıram. Bu ayrıca uşaq yönümlü prinsipinə riayət eləmək mənim ayrıca bir müəllim kimi ən vacib riayət etməli olduğum məqamlardan biridir. Ünsiyyət formalarından düzgün istifadə də önəmlidir. Gəlin bir başlayaq görək, işçi ünsiyyət forması nədir? Bax, məsələn, adından məlum olduğu kimi, burada rəsmi, yəni işçi formada bir ünsiyyətdən gedir. Və müəllimin uşaqlarla formalaşdırdığı olsun, burada diqqət etməli olduğu əsas məqam, müəllim öz praktik təcrübəsini uşaqlara birbaşa ötürür. Yəni, uşaqlara bacarıq və davranış qaydaları öyrədir. Yəni, belə deyim də, bu işçi ünsiyyət formasında yalnız və yalnız burada müəllimin öhdəliyi nədir? Uşağa yeni bir bacarıq, yeni bir bilik öyrətmək. Məsələn, çalışmaq lazımdır ki, burada böyüklərlə əməkdaşlıq, uşaqlarda ictimai keyfiyyətlərin formalaşmasına, məsələn, böyüklərlə əməkdaşlıq nə deməkdir işçi ünsiyyət formasına? Tutaq ki, müəllimlə münasibəti, sosial adaptasiyası, birgə fəaliyyəti, öz işini planlaşdırmaq, öz əlaqəsini qurmaq və s. bu qabiliyyətləri formalaşdırır. Müəllim, yəni burada yalnız deyir, təlim-tərbiyə kimi qəbul etməməli, eyni zamanda uşaqların birgə fəaliyyətini, fərdi bacarıqlarını inkişaf etdirməlidir. Uşaqlarla qarşılıqlı ünsiyyət qurmalıdır. Prosto ki, bunun əsas öhdəliyi nədir? Təcrübənin birbaşa ötürülməsi və uşaqlara bacarıq və yeni qaydalar aşılanmasıdır. Yəni, buradan əsas müəllim yeni bilik, bacarıq öyrədir uşaqlara. Emosional vəziyyətdə də, yəni ünsiyyət bacarıdır. Sadəcə o işçi ünsiyyət formasında bizim üçün ən vacib olan məqam odur ki, burada uşaq yeni biliyi öyrənir, burada müəllim uşaqlara yeni bacarıq, davranış qaydaları öyrədir və öz təcrübəsini birbaşa ötürür. İdrak ünsiyyətində isə müəllim uşaqlara elə suallar verir ki, idrak nədir? Baş, beynimiz. Elə ünsiyyət formalaşdırır ki, uşaq onu düşünsün, fəallaşdırsın, uşağın beynini, idrakını fəallaşdıran tipli suallar, əlaqə yaratmağa çalışır. Məsələn, yaradıcılığa, müstəqilliyə, sərbəst seçim imkanı yaradır. Bir növ burada müəllim partnyor olur. Yəni, uşağın fəaliyyətinin bərabər hüquqlu iştirakçısını seçir. Məsələn, elə bir sual verilir ki, məsələn, idraki da beynini işə salacaq, təfəkkürünü formalaşdıracaq tipli ünsiyyət olur. Anladın mı? İşçi ünsiyyətindən fərqli olaraq burada beynini fəallaşdıracaq, onu narahat edən problemlərlə bağlı sual verəcək. Bunu da kim formalaşdıracaq? Sən. Şəxsi ünsiyyət formasında isə burada belə bir cümləni oxuyuruq. Deyir, himayədar böyük formasında. Gəlin görək nə deməkdir? Yəni, burada müəllim hər hansı problemin həllində, səhvlərin düzəlişində uşaqlara yardım niyyəti ilə müraciət edir. Onlara yəni bir növ uşaqlara himayədar olur. Yəni, bu ünsiyyətdə uşaqların emosional, əxlaqi hissləri, onların hərəkət və davranışları ilə bağlı problemləri müzakirə etmək üçün ehtiyac olur. Yəni, uşaq öz fikir, hiss və planlarını bölüşür və uşağın ictimai cəhətdən böyüməsi, sosial olması istiqamətində bu tiplə yöndə olan bütün hissələrin formalaşmasında, hadisələrin mənasını dərk etməsində, özünə inam, özünü qiymətləndirmə, uşaqda bir növ sanki böyük düşüncələrə meyillik, öz mən obrazını tanımaqda mühüm rol oynayan bir ünsiyyət formasıdır. Ona görə bu ünsiyyət formasına deyirik himayədar böyük formasında.
həyata keçirilir. Ümumiyyətcə məktəbəqədər yaşlı bir dövr, bağça dövrü uşaqların həyatında ən önəmli bir dövrdür. Çünki gözünü açdığı dövrdən ana mühitindən, ailə mühitindən çıxıb təhsil mühitinə doğru bir addım atır. Yəni təhsil mühitində inkişaf, təhsil mühitində uşaqların həyatında əsaslı dönüşü məhz biz məktəbəqədər müəllimlər, tərbiyəçilər, təlimçilərin əsas rolu olur. Yəni çünki uşağın həyatında olan lövhəsi ağ lövhə şəklində olur. John Locke nəzəriyyəsinə əsaslanaraq da bunu deyərik. Uşaq dünyanın təsiri altında şəxsiyyət kimi formalaşır, ətraf dünyanın və bu işdə ailə ilə yanaşı müəllimlərin də rolu çoxdur. Hansı ki, uşaqda ünsiyyət bacarığını, əməkdaşlıq bacarığını məhz deməli bağça dövründən formalaşır. Son dövrlərdə isə uşaqlar həmyaşıdları ilə ünsiyyət qurarkən bir sıra müəyyən məqamlar rast gəlir. Məsələn, uşaq var, ev mühitində aktivdir, sosial adaptasiyası zəifdir. Təbii ki, bunu müəllimlər tərəfindən müəyyən olunur və onlarda düzgün ünsiyyət bacarığı, sağlam ünsiyyət bacarıqları, düzgün dostluq münasibətləri saxlamaq, qarşılıqlı fəaliyyət göstərmək, insanlarla əməkdaşlıq etmək, birgə yaşamaq bacarığını formalaşdırmaq artıq məktəbəqədər dövr olsun, istər ümumi təhsil məktəblərində olsun, istər bağçada çox önəmlidir. Çünki insanın bir şəxsiyyət kimi formalaşmasında sosial adaptasiyanın da rolu çox önəmlidir. Əməkdaşlığın rolu önəmlidir. Çünki əməkdaşlığın təşkili ünsiyyət bacarığında keyfiyyətli inkişafına, insanlarla qarşılıqlı əlaqədə olmasına şərait yaradır. Eyni zamanda uşaqlarla birgə fəaliyyət, qarşılıqlı fəaliyyət, bunlar çox önəmlidir. Məktəbəqədər yaşlı uşaqlarda əməkdaşlıq bacarıqlarını formalaşdırmaq çox önəmlidir. Yəni uşaqların bir-birinə olan marağı, birgə fəaliyyət əsasına qurulur. Uşaqlarda əməkdaşlıq üsullarını formalaşdırmaq üçün bir neçə mərhələdən etap-etap keçməliyik. Birinci mərhələdə uşağın emosiyasını, nitqini zənginləşdirməli. Yəni müsbət fonda dostluq, əməkdaşlıq qaydaları barədə söhbət. Məsələn, mənim əziz balam, bu sənin dostundur. Sən bununla birlikdə mən dediyimi eləsən. Ardıcılıqda birinci elə bir emosiya, hiss və nitqi zənginləşdirmə. Məsələn, birinci mərhələdə uşaqlarla oyun oynaya bilərik, komplimentlər deyə bilərik. Tap, kim getdi, məsələn, güzgülər mağazası, meymun, bu kimi onları təşkil. İkincidə isə artıq tanışlıq var, mənimsəmə həyata keçiriləcək. Sonra biz digər artıq əməkdaşlıqdan bağlı modellərə nəzər salacağıq. Məsələn, texnologiya modellərinin 3 növünü təhlil eləyəcəyik. Birgə fərdi əməkdaşlıq modeli, birgə ardıcılıq modeli, birgə qarşılıqlı əlaqə modeli. Bunlarda elə bir çətinlik yoxdur. Məsələn, birgə əməkdaşlıq modelində cüt yaxud da ki, yarım qrupda ümumi bir dənə məqsəd deyirik. Və hər bir fəaliyyət iştirakçısı ümumi işin bir hissəsini fərdi şəkildə həyata keçirir. Yəni fərdilikdən söhbət gedir. Və yekun nəticədə isə başlayırlar məqsədin qəbul olunmasına, yekun olaraq onun həyata keçirilməsinə. Burada məqsəd nədir? Ümumi bircə bir dənə fəaliyyət verilir, fərdi şəkildə həyata keçirilir və sonra onun elə bir növ ümumi şəkildə ümumiləşdirilir. Məsələn, orada təhsili fəaliyyətdə yeni il küknar kollektiv aplikasiyasını yerinə yetirmək tapşırılır. Ümumi məqsəd nədir? Yeni il küknarı. Hər bir iştirakçı müstəqil olaraq həmin aplikasiyanı yerinə yetirir. Yeni il şamı da yolkası küknarı. Onu yerinə yetirir və ümumi setdə birləşdirilir. İndi burada söhbət nədən getdi? Ləman, təsəvvür elə böyük bir setdir və biz tapşırmış uşaqlara ki, küknar ağacının aplikasiyasını hazırlayın. Əlif hazırlayır və Əlif hazırlayır. Əli tək-tək hazırlayır, düzdürmü? Sonra ümumi setdə nə edirik? Onu birləşdiririk. Bu da bir növ ünsiyyət modelidir. Çox qəşəng ünsiyyət modellərindən biridir. Bax ki, Əli düzəldəndə Vəliyə baxdı. Həm əyləndilər birgə, həm də birgə şəkildə sistemdə, həm də fərdi elədilər. Çox önəmli və maraqlı bir yanaşmalardan biridir. İndi bunu başqa bir
Fəaliyyətin tərkib hissəsində də biz şagirdlərimizi aşılaya bilərik. Birgə ardıcıl əməkdaşlıq prosesi bu nədir? Burada məqsəd müəyyən, yəni yalnız ümumi məqsədin qəbul edilməsi yox, həm də uşaqların hərəkətlərinin ardıcıllıq edir. Məsələn, bayaq ümumi məqsəd müəyyən etdik, hərə ayrı-ayrı işlədi, ümumi stenddə birləşdi. Burada isə ardıcıllıq önəmlidir. Məsələn, istehsal deyir, konveyer əsas fəaliyyət göstərir. Bu modeldə istifadə edərək, məsələn, çiçək toxumlarının əkilməsini təşkil edə bilərik. Burada ümumi bir məqsəd qoyurlar. Yarım qruplarda uşaqlar üzrə hərəkətlər paylanıldı. Biri əkdi, digəri sökdü, üçüncüsü suvarma ilə. Ardıcıllıq nə oldu? Qrup qaydalarına riayət edərək birgə ardıcıl əməkdaşlıq modelinə istifadə etdilər. Ümumi məqsəd, vəzifə bölüşdü, nəticəyə gəldilər və nəticə etibarı ilə birgə ardıcıl əməkdaşlıq. Məsələn, bayaq birgə fərdi iş gördülər, indi birgə ümumi məqsəd əsas. Yəni, burada yalnız ümumi məqsəd qəbul olunmadı. Həmin o proseslərin ardıcıllığı əsas riayət olundu. İnsan bunu çiçək toxumu yox, başqa bir şeylə də mövzuna uyğun şəkildə həyata keçirə bilərsən. Məqsədin nədir? Düzgün əməkdaşlıq formalaşdırmaq. Birgə qarşılıqlı əlaqə modelinə baxırıq. Bayaq fərdi dedik, ardıcıl dedik, ardıcıl etdilər. İndi isə əməkdaşlıq deyirik ki, qarşılıqlı şəkildə. Adından məlum olduğu kimi birgə təcrübəni həyata keçirilməsi, həm aralıq, həm də yekun nəticənin planlaşdırılması, koordinasiyası, qiymətləndirməsi nəzərdə tutulur. Məsələn, burada daha çox uşağın əməkdaşlıq inkişafı önəm götürülür. Məsələn, bax burada nə edirik? Tutaq ki, kiçik yaşlı bir uşaqların əməkdaşlıq üçün faydalı olan ən maraqlı, ən səmərəli oyunlar seçirilir. İlkin mərhələdə uşaqlar bir-bir tanış olurlar, yüksək əhval-ruhiyyə yaradırlar, gərginlik aradan qalxır və başlayırlar bir-birinə kömək eləməyə. Məsələn, bir-birimizə gülümsəyərək, salam, sabahınız xeyir və s. bu kimi şüarlardan istifadə edirik. Hər hansı bir ümumi fəaliyyətdə qarşılıqlı əlaqə əsasən ön plana götürülür. Yəni, çünki burada koordinasiya əsas olaraq uşaqların bir şəkildə əməkdaşlıq, yəni burada önəmli hissə, ən vacib mərhələ birgə fəaliyyətin əməkdaşlığıdır. Ümumiyyətcə, məktəbə qədər təhsil müəssisəsində təhsil iştirakçılarının qarşılıqlı əlaqə modelləri mürəkkəbdir. Yəni, yalnız uşağın uşaqdan, uşağın valideynlə, müəllimin şagirddən ünsiyyəti yox, digərləri də vəhdət təşkil etməli. Məsələn, uşaq uşaqla elə ünsiyyət qurmalıdır ki, sərbəst ünsiyyət qursun. Dil ifadələrinə, məsələn, uşağın uşaqla ünsiyyət qurmasının nə kimi nəticəsi ola bilər? Təbii ki, öz həmyaşıdı ilə sərbəst şəkildə ünsiyyət qurur. Həm şifahi, qeyri-şifahi, intonasiya, dil ifadəsini düzgün şəkildə ötürür. Birgə yaradıcılıq fəaliyyəti özünü göstərir. Kollektivlə qarşılıqlı əlaqə özünü göstərir. Razılaşmağı öyrənir. Münaqişəli məsələlərə daha operativ, daha konstruktiv, daha düzgün yanaşma formalaşır. Düşünün ki, heç bir uşaq görməyən bir uşaqdır, ev mühitindədir, tək böyüyüb və onun sabahsı günü uşaq ünsiyyəti, uşaq-müəllim ünsiyyəti zəif olacaq, sosial adaptasiya istəməz. Bizim məktəbə qədər müəssisələrin özəllik üstünlüyü ondan ibarətdir ki, uşaq uşaqla ünsiyyəti düzgün qurur. Uşaq valideynlə ünsiyyəti formalaşır, uşağın müəllimlə ünsiyyət formalaşır. Məsələn, bizim imtahanımıza nə kimi suallar düşə bilər bununla bağlı? Məsələn, qeyd etdiyimiz, məsələn, bu hansı növ ünsiyyət bacarıqlarını formalaşdırar, yaxud da ki, situasiya verə bilər və oradan bizdən açıqlama istəyər ki, burada düzgün mü eləyib? Məsələn, bir uşağın həmyaşıdları ilə sərbəst ünsiyyət qurmamasını inkar edən bir situasiya görə bilərik. Bizdə burada məlum olacaq ki, deməli, bu uşaqda düzgün ünsiyyət bacarıqları formalaşmayıb. Yaxud da ki, valideynlə olsun. Valideynlə uşaq münasibətində uşağın hüquq və azadlıqlarını tanımaq, əməkdaşlıq, empatiya, dəstək, məsuliyyətlərin hər hansı bir məsuliyyəti var ki, onun daha tez tətbiqi və s. Müəllimin uşaqdan ünsiyyətində isə uşağın şəxsiyyətini tanıyır, uşağın unikallığını tanıyır, hər bir uşağın fərdiliyini, diferensiallığını, müxtəlifliyini bilir, hər bir uşağın yaş və fərdi qabiliyyətlərinə uyğun şəkildə forma metodu seçir, hər bir uşağı çalışır ki, sosiallaşdırsın, ictimaiyyələşdirsin.
cəmiyyətə mənəvi dəyərli bir vətəndaş yetişdirsin. Hər bir uşağın böyümə meylini aktuallaşdırsın. Hər bir uşağın yaradıcı ruhunu, tədqiqatçı ruhunu aktivləşdirsin. Hər bir uşağın hərəkətlərini təkmilləşdirsin, özünü kəşf etməyə, idraki problemlərini aparması üçün şərait yaratsın. Və ən əsası pedaqoji qarşılıqlı əlaqənin həyata keçirilməsi, uşağın meyl bacarıqlarının, ehtiyaclarının açıqlanması və aşkarlanması bizim müəllimlərin rolu böyükdür. Müəllimlə valideyn isə bizdə təhsil üçbucaqdır. Məktəb, müəllim, valideyn. Burada könüllü əməkdaşlıq olmalıdır. Övladı ilə bağlı problemlərin həllində səmimi marağı olmalıdır. Uşaqlarını daxili keyfiyyətlərini, dəyərlərinin tərbiyə etməkdə hüququnu tanımalıdır. Müəllimlə valideyn arasında xoş münasibət və səriştəsinə inam formalaşmalıdır. Təbii ki, müəllim fərdi ünsiyyətin məxfiliyini isə qorumalıdır. Konfidensiallıq, etik davranış qaydalarında insan hüquqları ən sonuncu olan etik davranış qaydalarına riayət etməlidir. Ümumilikdə bütün bu danışıqlarımızı ümumiləşdirsək, deyə bilərik ki, əməkdaşlıq məkan və müvəqqəti bərabərlik yaradır. Ümumi məqsəd birliyi formalaşdırır. Fəaliyyətin təşkil və idarə olunmasını formalaşdırır və funksiyaların, hərəkətlərin, əməliyyatların ayrılması müsbət şəxslərarası münasibətlərin formalaşmasına şərait yaradır. Yəni məsələn mən xarakterizə olunuram bu xüsusiyyətlərimdən, əməkdaşlıq da xarakterizə olunur bu xüsusiyyətlərindən. Bir də deyirik, məkan və müvəqqəti bərabərlik, məqsəd birliyi, fəaliyyətin təşkil və idarə olunması, funksiyaların, hərəkətlərin, əməliyyatların ayrılması, müsbət şəxsiyyətlərarası münasibətlərin olması. Bu bizim bayaqdan danışdığımız əməkdaşlığın xüsusiyyətlərini xarakterizə edir.